Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin, etnik qrupların sülh, əminamanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanınıb. Zaqatala rayonu Respublikamızın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, Qanıq Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan, şimaldan isə Dağıstan Respublikası ilə həmsərhəddir. Zaqatala rayonunun 1348 kvadrat kilometrlik ərazisinin yarısını meşələr təşkil edir. Rayon əhalisinin sayı 129 min nəfərdir. Rayon ərazisində dövlət tərəfindən qorunan 100-dən çox abidə var. Burada Pəriqala, Armatay, Çingizqala, Şeytan qalası və Zaqatala qalası ilə yanaşı Yuxarı Tala, Mamruq, Mazıq, Muxaq kəndlərində 6-cı, 8-ci əsrlərdə tikilmiş Alban məbədləri də mövcuddur. Etnik tərkibinə görə ölkəmizin ən zəngin rayonu olan Zaqatalada Azəri türkləri ilə yanaşı Saxur, Ləzgi, Gürcü, Avar, Rus, Ukrayin, Fars, Alman, Yahudi, Udin, Tatar, Kürd və digər xalqların və milli azlıqların nümayəndələri yaşayır. Azərbaycanın ən qədim etnoslarından olan Saxurlar Zaqatalada daha çox Gözbaraq, Yeni Suvagil, Mamruq və Dağlı kəndlərində məskunlaşıblar. Onların rayondakı ümumi sayı 11 min nəfərdən çoxdur. Saxur dili Qafqaz dilləri ailəsinin Dağıstan qrupuna aiddir. Azərbaycan dili Qafqazın müxtəlif xalqları arasında qarşılıqlı əlaqələrə xidmət etdiyi üçün bir çox Saxur folklor nümunələrində Azərbaycan dili qorunub saxlanılır. Salam uşaqlar. Salam! Yaxşı uşaqlar. Kim deyər? Sintaktik əlaqələrin neçə növü vardı? Firəngiz dur bana. Bəli, sintaktik əlaqələrin 2 növü var, tabili və tabisiz. Aha, düzmü deyil yoldaşınız? Bəli. Hansı cümlə üzvləri arasında olurdu tabisizlik əlaqəsi? Paralelizlər həmcins üzvlərdə olur. Həmcins üzvlər arasında olur. Düzmü deyil yoldaşınız uşaqlar? Bəyləş sevinç. Cümlədə hansı üzvlər həmcins ola bilər uşaqlar? Firəngiz? Bütün üzvlər həmcins ola bilirlər. Cümlənin bütün üzvləri həmcins ola bilər. Düzmü deyil yoldaşınız? Bəli. Tabisizlik əlaqəsi hansı cümlə üzvləri arasında olurdu uşaqlar? Sevinç buyur bana. Tabisizlik əlaqəsi həmcins üzvlərdə olur. Aha, həmcins üzvlər arasında olur, əyləş. Zaqatala rayonunun inzibati mərkəzi 1840-cı ildə şəhər statusu alıb.
Elə təkcə bu fakt Zakatalanın qədim bir mədəniyyət ocağı olduğunu sübut edir. Rayonun ərazisindəki tikililər öz memarlıq üslubuna görə də fərqlənir. Zakatalanın çətin siyasi, sosial, məişət və sərt təbiət şərtləri şəhərin memarlıq simasında öz əksini tapıb. Saxurlar özlərini yıxbi adlandırırlar. Saxur isə qonşu xalqların onlara verdiyi addır. Saxurlar da Azərbaycanın şimal-qərb bölgəsinin bütün əhalisi kimi günəşə, aya, oda and içirlər. İşığı mənəvi təmizlənmə vasitəsi kimi qəbul edən saxurlar, aya, oda baxanda, lampa yandıranda, təndir qalayanda salavat çevirirlər. Zakatalanın Subagil kəndi saxurların sıx yaşadığı bir məkandır. Əslində, bugün Azərbaycan türkləri ilə saxurları bir-birindən ayırmaq çox çətindir. Çünki onlar adət-ənənə, geyim, mətbəx, folklor və digər etnoqrafik xüsusiyyətlərinə görə qaynayıb qarışırlar. Bu da tarixən dost-qardaş kimi yaşayan bu xalqların arasında bütün dövrlərdə möhkəm əlaqələr olduğunu sübut edir. Saxurların mətbəxi də özünə məxsusluğu ilə seçilən yeməklərlə zəngindir. Bütün bölgədə olduğu kimi, saxurların arasında da qış üçün qurudulmuş ət tədarük etmək ənənəsi geniş yayılıb. Onların da bir çox yeməkləri qurudulmuş, yəni qaxac ətlə hazırlanır. Saxur mətbəxinin şahı təbii ki, Sülhüllüdür. Çılğın rəqs bütün Qafqaz xalqlarına məxsusdur. Dədə-babadan Azərbaycanda bütün toyların əsas bəzəyi qara zurna olub. Saxurların rəqs havalarında da bu musiqi aləti başlıca rol oynayır.